Rafiq bəy, baxın, sadaladınız ki, qəzəb, nifrət və məyusluq. Bəli. Bu ailə içində nə vaxt yaranır uşaqlarda? Nə baş verir Çox. ki, onlarda nifrət, qəzəb, məyusluq yaranır və bunu valideynlərinə ev daxilində göstərmədiyi halda artıq çölə vururlar. Çox doğrudur. Baxın, biz hadisə bugün baş verirsə, biz dərhal bugünkü hadisəni təhlil edirik. Amma o bugünkü hadisəni icra edən uşaq 1-3 yaşlarından inkişafda gəlir. Ən pis yaş dövrü uşaqlarda 2-4 yaşdır. 2-4 yaşda uşaqlarda dırnaq yemənin başladığı dövrdür. Anixafogiya adlandırılan dırnaq yemə. Həmin yaş dövründə uşaqlarda güvənsizlik, ona qarşı hörmətsizlik və yaxud da ki, mən istəyirəm, mən özüm bilərəm, onun icrasını kör təbii formada cəza ilə qapıyanda ki, sən bunu eləyə bilmərsən, sən işin yoxdur, sən uşaqsan və yaxud biraz kobud sözlərlə o uşaqda təzyiqlər, cəza və cəza işgəncə metoduna keçərsə uşağın psixikasında, yəni onu eləmək olmaz, bunu eləmək olmaz, sən fərsizsən, sən o birisi uşaqlar, o bacarar, sən bacara bilmərsən, bəli. Bu cəza mexanizmi uşağın psixikasında işgəncə kimi formalaşanda, yəni mən yoruldum artıq. O uşaqda bax travma burada əmələ gəlir. Bəzən uşaqlıq travması deyib tamam yanlış yerə aparırıq. Travma oradan əmələ gəlir. Həmin dövrdə isə uşağın mənli şuurunun, ən güclü mənli şuurunun inkişaf elədiyi dövrdə həmin o qadağalar, məqsədli, qərəzli müqayisələr və s. o uşaqlarda nevroloji pozuntu əmələ gətirir. Amma həmin o pozuntu isə müəyyən yaş dövründə 12-14 yaşdan sonra isə üzə çıxır. Hələlik o dövrlərdə əşyaya yönəlir. Əşyanı qırmaq, əşyanı atmaq ona yönəlir. 12-14 yaşdan sonra isə ixtiyari diqqət əmələ gəldiyi üçün o yönəlir heyvan balalarına, heyvana və yaşıdlarına, insana. Və ona görə də onlarda kobud davranış əmələ gəlir. 2-4 yaşda, 6 yaşda isə kobud davranış yoxdur. Sadəcə olaraq etiraz var. İstəmirəm, eləmirəm. Bu yaxınlarda eşitdiyimiz Türkiyədəki olan o hadisə ki, 20 nəfər yaralayıb, 9 nəfər xəsarətə yetirib, öldürüb. Bax, bu halların hamısı bizim danışdıqlarımızın nümunəsi deyil. Yəni, bu bütün uşaqlara aid deyil. O uşaqlar işgəncə tipli, qarşıdakı yaşadığını və özündən böyük fərqi yoxdur. İnsanlara öldürmək, xəsarət eləməyə meyilli olur ki, onlarda hormonal pozuntu olur, hormonal, cinsi istiqamətdə hormonal pozuntu olur. Bir mənalı, 12 yaşdan sonra başlayır. 9-12 yaşda bilinir, amma icrası yoxdur. 12-16 yaşlarda isə hormonal pubertant yaş dövrü başlayır. Onda isə bunlar qarşıdakı adama işgəncə vermək və onun fəsadını dərk eləməmək. Bu əmələ gəlir. Bax, o bizim cəmiyyətdə də var, başqa ölkələrdə də var. Bütün, yəni insan mövcud olan hər bir yerdə bunlar yaşamaq olar.